İndi baxaq ara sözlərə. Ara sözlər nədir? Ara sözlər. Modal sözləri yadınıza salın. Danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Ara sözlərdə danışanın ifadə etdiyi fikrə münasibətini bildirir. Ya təsdiqləyir, ya güman və şübhə yaradır, ya öz fikrini deyir, yəni fikrin mənbəyini bildirir, ya təəssüf bildirir, ya da fikrin nəticəsini və sırasını bildirir. Ara sözlər nə bildirir? Danışanın ifadə etdiyi fikrə münasibət. Kimsə nəsə danışır, sən də həmin fikrə öz münasibətini bildirirsən. Münasibəti bildirir. Ara sözlər söz birləşməsi, hətta cümlə formasında ola bilər. Cümlə formasında ola bilirlər. Və müxtəlif məzmunları var. Gəl baxaq. Təsdiq bildirənlər, təsdiq bildirən ara söz, bildirənlər. Sonra güman şübhə bildirənlər, güman şübhə. Daha sonra fikrin mənbəyi, ümumiləşdirmə və sıra, olmamalıydı və sıra bildirən var. Bir də təəssüf bildirənlər var. Çox asandır. Hərəsinin də öz məzmununa, adına uyğundur. Təəssüf bildirən. Gəl baxaq. Məsəl üçün deyirəm ki, əlbəttə. Təsdiq bildirir. Əlbəttə. Deyirəm sözsüz. Fikrin mənbəyi. Sözsüz təsdiq bildirir. Deyirəm ki, məncə sabah hava yaxşı olacaq. Fikrin mənbəyi. Bəli. Kim deyir sözü? Məncə. Deyirəm ki, atalar demişkən. Yenə fikrin mənbəyi, bəli. Atalar demişkən. Yəni, atalar nəsə deyibdir, fikrin mənbəyi də atalardır mənasında. Deyirəm, heyif ki. Təəssüf. Əlbəttə, heyif ki, təəssüfdür. Heyif ki. Sonra deyirəm ki, deyəsən, sabah məktəb yoxdur. Bəli, deyəsən. Sonra deyirəm ki, xülasə. Təsdiq. Xülasə qısası deməkdir. Xülasə, bu işi də başa vurduq. Yəni, axır ki, nəhayət ki, işi başa vurduq mənasında. Deyirəm ki, mən bilən, mən 5 alacam. Mən bilən. Sonra deyirəm, düzdür. Gərək belə eləməyəydi. Bəli, düzdür. Sonra deyirəm, deyilənə görə qarbul yağmayacaq. Bəli, deyilənə görə. Sonra deyirəm, ehtimal ki, bugün gəlmədim. Bu da fikrin mənbəyi. Güman şübhə. Ehtimal ki, gəlmədim. Daha sonra deyirəm, əfsus ki, 5 ala bilmədim. Təəssüf. Bəli, əfsus ki, təəssüf bildirir. Sonra deyirik ki, beləliklə, göydən salma düşdü. Nəticə. Bəli, ümumiləşdirmə və sıra və yaxud da nəticə. Yəni, ümumiləşdirmə də elə nəticə deməkdir də. Nədir? Nə dedim mən? Beləliklə. Sonra deyirəm, ola bilsin ki. Fikrin mənbəyi. Güman şübhə. Ayda, güman şübhə deyil. Ola bilsin də olar, ola bilsin ki də olar. Deyəsən də, ehtimal da olar, ehtimal ki də olar. Sözsüz də olar, sözsüz ki də. Da onu yazmıram da. Ola bilsin. Sonra deyirəm ki, görəsən, gələcək. Fikrin mənbəyi. Yox, Görəsən, gələcək, güman şübhə bildirir. Sonra deyirəm ki, doğrudan da təsdiq. Belə gözləmirdim. Doğrudan da olar, doğrudan da olar da. Yəni, onu yazmıram. Sonra deyirəm ki, birincisi dayan hələ, dərsə niyə gəlməmişdin? İkincisi, testi yazmısan. Birincisi, ikincisi. Sıra. Bəli, fikrin sırasını bildirir. Birincisi, bunlar sayda öyle ha. Nəyinsə sayını bildirmir. Fikrin sırasını bildirir. Birincisi, ikincisi.
Yaxud da kimsə 4 alıbdı, müəllim deyir, bir dayan. Birincisi sən orada köçürmüşdün. Burada birincisi say deyil ha, fikrin mənbəyidir. İkincisi hələ sənə 4 də çoxdur. Burada neynədir? Fikri sıraladı. Birincisi, ikincisi. Sonra nə deyirəm? Deyirəm ümumiyyətlə. Ümumiyyətlə elə nəticə. Bəli. Ümumiyyətlə. Bunlar da bunların neyinirik? Sözə baxırıq. Hansı məzmunu ifadə edirsə, həmin məna növünə veririk. 5-6 dəfə oxusanız, əzbərləməsəniz də zaten göz yaddaşınızla yadınızda qalır və əlavə olaraq məntiqlə seçmək çox asandır. Modal sözləri yadınıza salın. Bax, onlardandır. Burada bir dənə bənzətmə yoxdur da. Modal sözlərdə bənzətmə var idi. Elə bir sanki güya. Bir dənə burada bənzətmə yoxdur. Qalan hamısı demək olar ki, eynidir. Deməli, uşaqlar, xitablar. Bir də ara sözləri. Ara sözlər. Sintaktik təhlil edilmir. Nə deməkdir? Altından xətt çəkilmir deməkdir. Sintaktik təhlil edilmir. Amma bunların sintaktik vəzifəsi var. Sənə testdə desə ki, xitabla ara sözün sintaktik vəzifəsi yoxdur, qələt edir. Elə xitabla ara söz olmağı onların vəzifəsidir. Vəzifəsi olmasa nə gəzir cümlədə? Sadəcə altından xətt çəkmirik. Yəni sintaktik təhlil etmirik, amma sintaktik vəzifələri var. Bax, bu cümləyə diqqət eləyərsiniz. Sintaktik vəzifəsi var. Çox belə qarışıq salırlar bunu. Sintaktik vəzifəsi var. Amma təhlil etmirik. Altından xətt çəkmirik. Sonra nə deyək? Bir də məna əlaqəsində ola bilirlər. Bəlkə digər cümlə üzvlərindən sintaktik əlaqə yaratmırlar. Amma məna əlaqəsi yaradırlar. Zaten məna əlaqəsi olmasa cümlə əmələ gəlməz. Cümlədə birinci, həm yadınıza salın, söz birləşməsi və cümlə düzəldəndə biz nə edirik? Mənası olan sözləri, bir-birinə uyğun gələn sözləri yığırıq cümləyə, şəkilçilər əlavə edirik, olur söz birləşməsi və yaxud da cümlə. Birinci tələb olunan məna əlaqəsidir. Məna əlaqəsi yaradır. Yaratmasa cümlə olmaz. Bu da oldu ara sözlər. Ara sözlərin nə ilə ifadə olunmasına qaldıqda isə, məsəl üçün düzdür. Nə ilə ifadə olunur? Yəni nə formadadır? Cümlə formasındadır. Çünki deyir, xəbər əmələ gətirən şəkilçidir. Demişik yaxud cümlə bir sözdən də ibarət ola bilər. Gecdir, tezdir, axşamdır, səhərdir. Bu da nəyə oxşuyur? Cümləyə oxşuyur da. Deyirsən cümlə formasındadır. Doğrudan söz formasındadır. Çünki diri yoxdur. Məsəl üçün deyirəm ehtimal söz formasındadır. Deyirəm mən bilən söz birləşməsidir. Cümlə deyil artıq. Birləşməsidir. Sonra deyirəm məncə sözlə ifadə olunur. Sonra deyirəm ki başqa nə deyək? Əlbəttə. Nə ilə ifadə olunur? Sözlə. Desəm ki, necə deyərlər? Söz birləşməz. Necə deyərlər? Onu Xitab. Cümlə formasında ifadə olunan ara sözdür. Necə deyərlər? Axı burada xəbər şəkilçisi var. Xəbər şəklinin şəkilçisi var, daha doğrusu zaman şəkilçisi var. Onu əl üstündə saxlayırlar, tuturlar. Deməli, bunların da formalarını soruşsa, məncə tapa bilərsiniz. Cümləyə oxşayanı deyərsən cümlə formasındadır. Söz tək olanı deyərsən söz formasında. 2 dənə olanı da deyərsən söz birləşməsi formasında olan ara sözdür. Bu da oldu ara söz.